3A və 3B sinifləri arasında keçirilən söz boğçası yarışmasına xoş gəldiniz. Xoş gördük. 3-cü siniflər yarışmamıza hazırsınız? Bəli. Ay sağ ol. 3A sinifi Elyanur müəlliməni alqışlayaq. 3B sinifi Günay müəlliməni alqışlayaq. Uşaqlar, sizcə kim qalib gələcək? Uşaqlar, dostluq qalib gələcək. Alqışlayaq. İlk şagirdlər kimdir? Ümid. Ayan. Yaxınlaşan uşaqlar öz adlarını desin. Ümid və Ayan. 3A, Ümid tərəf 3A sinifidir və Ayan tərəf 3B sinifidir. İndi isə sualımı verirəm. Kim deyə bilər? Asta səslə özü üçün oxuyana nə deyirlər? Eyni anda. Keçmişdə 20 qəpiklik metal pula nə deyir? Diqqət. Bəli, Ümid qalib gəldi. Bizim sən əyləşirsən. Ayan əyləşir. Siz adınızı deyin. Amin və Aysun. Aminlə Aysun yarışır. Uşaqlar, əlverişli vaxt, imkan, şərait nə deməkdir? Əlverişli vaxt, imkan, şərait nə deməkdir? Ekskursiya. Yox, fürsət olmalıydı. Uşaqlar, koridora başqa cür nətər deyilir? Dəhliz. Dəhliz, bəli, sən qalib gəldin. Alqışlayaq uşaqlar. Siz adınızı deyin. Rahib. Sən? Bəhətdən denən. Rafiq. Rahiblə Rafiq yarışır. Yaxşı uşaqlar, elektrikli yerüstü nəqliyyat vasitəsinə nə deyirlər? Tramvay. Bəli, Rafiq qalib gəldi uşaqlar. Uşaqlar, 3B komandası ola bilər ki, bilmir. Qulaq asırıq, qaydalara qulaq asırıq. Sürətli cavab verən, birinci cavab verən qalib gəlir. Diqqətli olmaqla. Adınızı deyin uşaqlar. Yusif, Gülay. Hazırsınız? Kim deyə bilər? Ulduzlara, aya baxın. Bəli, sən cavab verin. Alqışlayaq uşaqlar. Siz adınızı deyin. Heydər. Xariqə. Hazırsınız? Yaxşı. Kim deyə bilər? İnsanın fiziki və mənəvi varlığını qoruyub saxlaması üçün mənəvi dəyərlər. Heydər qalib gəldi uşaqlar. Alqışlayaq. Növbəti sualımı vermək üçün adınızı deyin. Uşaqlar, çox səs-küy salırsınız. 3A sinifi. 3A sinifi çıxmaq istəyənə icazə verirsiniz və səs-küy salmırıq. Sualınız, adınızı deyin. Yusif. Mələk. Hazırsınız? Eyni fikirdə olmaq, eyni Bəli, qalib gəlsən. Siz adınızı deyin. Gülşad. Şəfiqə. Hazırsınız? Ay sağ ol. Uşaqlar, pul və yaxud hansı fiziki üsulla verilən cəzaya nə deyilir? Cərimə. Bəli, Gülşad. Almışlar. Uşaqlar, siz adınızı deyin. Nazlı. Yol verin. 3B'ye yol verin. Nazlı. Adəm. Nazlı və Adəm yarışır. Kim deyə bilər? Teatr tamaşasının göstərildiyi meydansa necə adlanır? Tamaşa. Yerindən dedilər. Başqa sual verirəm. Yerindən danışmaq olmaz. Uşaqlar, yerindən danışsaz komandanız uduzacaq. Ona görə yerinizdən demişsiniz. Uşaqlar, kim deyə bilər? Sülh, sakitlik dövrü necə adlanır? Sülh, sakitlik dövrü necə adlanır? Əmin, amanlıq deməliydiniz. Başqa sual. Nəyinsə əsası, başlanğıcı nə adlanır? Nəyinsə əsası, başlanğıcı necə adlanır? Mənbə deməliydiniz. 3-cü sualda verirəm. Əgər cavab verə bilməsəz, hər ikiniz oturursunuz alqışla. Keçdik növbəti suala. Susmaq, danışmamaq, dinməmək. Susma. Suya ağzına sonu. Nə deməkdir? Susamaz. Ağzına sonu. Sükut cavabı verməlidir. Uşaqlar, alqışlarla hər iki şagirdimizi əyləşir. Hər ikiniz əyləşirsiniz. Kesin əyləşin. Uşaqlar, siz adınızı deyin. Əsmər, Rüqəyyə. Hazırsınız? Yaxşı. Stolu tərpətmirik. Diqqətlə qulaq asırıq. Arxada gözləyən uşaqlar, yerinizdən danışmayın. Sualımızsa belədir.
filmin və tamaşanın mövzusunun ən kiçik məlumatlarına qədər. Bəli, Əsmər qalib gəldi. Uşaqlar alqışlayaq. Rüqəyə əyləşsən. Adınızı deyin. Elbrus. Rüqəyə. Hazırsınız? Nəyəsə görə cavabdeh olmaq. Əvdər taşımaq. Məsuliyyət. Sən nə dedin? Məsuliyyət. Məsuliyyət. Birinci səni Elbrus dedi uşaqlar. Elbrus alqışlayaq. Siz adınızı deyin uşaqlar. Gülay. Teymur. Gülay ilə Teymur yarışır. Uşaqlar kim deyə bilər? Üzü təbii təsirlərdən və bəd niyyətlər. Bəli, Gülşad qalib gəldi. Alqışlar uşaqlar. Adınızı deyin uşaqlar. Rabil. Rabil, Yusif. Hazırsınız? Nəyinsə özülü, əsası, təməli necə adlanır? Başla. Bilirəm. Bünövrə, bəli, qalib gəldi. Alqışlayaq uşaqlar. Adınızı deyin uşaqlar. Ənvər, Elnur. Hazırsınız? Ata minmiş atlılara nə deyilir? Ata minmiş atlılara nə deyilir? Bəli, bəli, sən qalib gəldin. Sən əyləşirsən Elnur. Uşaqlar siz deyin. Adınızı. İntiqam. Elmir. Hazırsınız? Yaxşı. Kim deyə bilər? Allaha, Tanrıya ibadət edilən yerə nə deyilir? İbadət olunan yerə nə deyilir? Məbəd demək lazım idi. İkinci sualımız kişilərə müraciət forması. Bəli, sən qalib gəldin. Alqışla, sən əyləşirsən. Siz deyin adınızı. Aksana. Rəfiqə. 3B sinifi sakit oluruq, yarışa qulaq asırıq. Deməli, ziyarət edən adama, Bəli, Aksana qalib gəldi uşaqlar. Rəfiqə əyləşir. Siz deyin uşaqlar. Mədinə, Gülay. Mədinə və Gülay yarışır. Uşaqlar, kim deyə bilər? İncəsənətin hər hansı bir növünü nümayiş etdirən ictimai bayrama nə deyilir? İncəsənətin hər hansısa bir növünü təqdim edən nümayiş... Festival deməli idik. Başqa suala keçirik. Qohumlar, əcdad, soy. Bəli, afərin, alqışlar uşaqlar. Siz adınızı deyin uşaqlar. Gülay. Gülayla Mələk. Hazırsınız? Yaxşı. Kim deyə bilər? Balıqların dərilərinin üzər... Pulcuq, bəli. Pulcuq olmalı uşaqlar, alqışlar. Siz adınızı deyin. Əli. Mələk. Mələk. Hazırsınız? İnsanda və quruda... Bəli, qalib gəldi sən bizə. İnsanda və quruda yaşayan heyvanların tənəffüs orqanı ağciyər adlanırdı. Biraz diqqətli olmaq lazımdır. Adınızı deyin uşaqlar. Rabil. Nərmin. Hazırsınız? Bəli. Yaxşı. Kim deyə bilər? İstirabla, təşvişlə, həyəcanla. Təlaş var. Təlaş. Bəli, bəli. Təlaşla sən qalib gəldin. Uşaqlar alqışlayaq. Adınızı deyin. Ənvər və Fatimə. Sizə asan bir sual. Kim deyə bilər? Bir, tək. Necə adlandıra bilərik? Yerinizdən yox, yerinizdən. Bir, tək. Necə adlandıra bilər? Yeganədir. Yox, yeganə cavabıdır. Amma arxadan deyənlər qəbul olunmur. Arxadan deməyin, yeganə deməklə. Uşaqlar, kim deyə bilər? Sahildən çıxan çay və ya dəniz suyunu qurunun ətrafı basmasına nə deyirik? Sahildən... Yox, sahildən çıxan çay və ya dənizin ətraf sahəni basmasına daşqın deyirik. Daşqın demək. Güclü küləklə dənizin şiddətlə dalğalanması. Bəli, Ənvər, alqışlar. Yavaş, Ənvər, yavaş. Uşaqlar adınızı deyin. Ümidlə intiqam yarışır. Çox güclü yağış necə adlanır? Leysan. Yağışı demişdim, küləyi deməmişdim. Çox təəssüf, Ümid qalib gəldi. Uşaqlar, davam edirik. Adınızı deyin. Mədinə, Amin. Yırğalanmaq, əyilmək, yellənmək necə adlanır? Yırğalanmaq, əyilmək, yellənmək. Ləngərləmək deməkdir. Ləngərləmək demək. Uşaqlar, bax bu söz burulmaq sözü ilə bağlıdır. Burula. Sən demək. Qulaq asın, axıra qədər qulaq asın, tapasınız. Burula, öz işini görən havadır. Çovğundur, yağışdır. Buna nə deyirik? Yağış. Yox. Bu ilə baş.
Burula burula. Boran. Bəli, Boran cavabı idi. Alqışlar uşaqlar sən ələşsən Amir. Uşaqlar alqışlar zəiflədi. Bir yaxşı alqışlar uşaqları. Harika. Adınızı deyin, sualı verim. Rafiq Gülay. Uşaqlar, bax bu söz nədir? Kəsilmiş böyük ağacın budaq. Bəli, alqışlar uşaqlar. Adınızı deyin, sualı verin. Heydər. Rabil. Rabil. Diqqətlə qulaq asırıq. Uşaqlar, verilişlərdə, televiziyada əvvəl... Bəli, alqışlar uşaqlar. TikTok. Uşaqlar adınızı deyin. Ənvərlə Gülşat yarışı. Çox güclü yarışçılar gəldi, çatdı. Uşaqlar, dəhşətli, ağır nəticələri olan bədbəxtlik, müsibət necə adlanır? Mənfi. Bir də yaxşı fikirləşin, sakit yerinizdən demək olmaz. Bir də deyirəm, dəhşətli, ağır nəticəli hadisələrə, fəlakətlərə, müsibətlərə nə ad verilir? Faciə demək lazım idi. Yaxşı, çox şiddətli, küləkli qar və ya yağış, qasırğa necə adlanır? Tufan demək lazım idi. Yaxşı, başqa sual verirəm. Xüsusi bir məqsəd üçün, tapşırıq üçün, yerinə yetirmək üçün hansısa bir idarə təşkilat yanında yaradılan orqan işçilərinə nə deyirlər? Sakit. Komissiya demək lazım idi. Komissiya demək lazım idi. Başqa suala keçirik. Havanın necə olacağını qabaqcadan xəbər verən idarə mütəxəssisləri necə adlanır? Diktor. Yox. Havanın necə olacağını. Sinoptik deməliydiniz. Başqa sual verirəm. Bunu da bilməsəz, hər ikiniz oturursunuz. Hər ikiniz keçib oturursunuz. Uşaqlar, zəlzələnin, küləyin, təbii hadisələrin gücünü ölçən vahid. Gücünü ölçən vahidə nə deyilir? Uşaqlar nə deyilir? Bal deyilir, bal. Gücünü ölçən vahid. Uşaqlar, alqışlarla hər iki şagirdimiz oturur. Hə, keçdik sizə. Qızlar adınızı deyin. Mədinə. Əsmərlə Mədinə yarışır. Qulaq asın. Diqqətlə qulaq asın. Bir dəfə səsləndirirəm. Canlılarda xəstəlik, halsızlıq, cansızlardan hər hansı bir problem, qüsur deməkdir. Bu nə sözdür? Nasazlıq. Bəli, Əsmər qalib gəldi. Uşaqlar, növbəti sualımız. Bu hansı sözdür ki, biz ona zərər, ziyan deyirik? Bəli, sən qalib gəldin. Alqışlayaq uşaqlar. Adınızı deyin uşaqlar. Rabil. Gülay. Rabil. Rabil. Uşaqlar, bir hadisəni öz gözü ilə görmüş. Şahid. Bəli, afərin, alqışlayaq uşaqlar. Beləliklə 3B komandasından bir nəfər qaldı. Gəlin onu bütün siniflə alqışlayaq. Çünki adı nədir qızım? Sular. 3B sinifinin qalibi Gülay hesab olunur. Çünki sonuncu iştirakçı hesab oluna görə sən artıq 3B sinifinin qalibisən. Səni təbrik edir və sualımızı veririk görək, yarışı hara qədər davam etdirəsən. Deməli, bu hansı sözdür ki, neft yaxud mədən... Bəli, afərin Aksana, sən də çıxırsan. Sən adın denən? Əli ilə Gülay yarışır. Növbəti sualımız... Diqqətlə qulaq asın. Bu hansı sözdür ki, hər hansı hadisə və yaxud hava haqqında əvvəlcədən söylənən fikirdir? Bəli, sən qalsın. 3A sinifindən qalib gələn oldu. Deməli, uşaqlar, bugünkü yarışın qalibi 3A sinifidir. 3A sinifini alqışlayaq. Həm də 3A-dan 4 nəfər qalıbdır. Həmin 4 nəfər finalçı öz arasında yarışacaq. Qızlar siz bir durursunuz, oğlanlar bir dursun. Oğlanlar qabaqda, qızlar arxada. İndən sonra verilən suallar yalnız 3A sinifinin 4 finalçısı arasından seçiləcək. Deməli, biz final suallarımızı vermək üçün deməli, təzədən başlayırıq. Oğlanlar adınızı deyin. Əli. Əli ilə Ümid. Sual. Öz içərisindən şiddət... Vulkan. Qulaq asın.
öz içərisindən şiddətli bir şeyi sovurub atmağa nə deyirlər? Yanardağ. Bir də sualı verirəm. Öz içərisindən şiddətlə bir şeyi sovurub atmağa nə deyilir? Fırtına. Vulkan nə edir? Sürü. Qıraqdan dedilər. Qıraqdan dedilər, qəbul eləmirəm. Bir də sual verirəm. Uşaqlar, keyflənmək, nəşə... Kumarlanmak. Xumarlanmaq kim dedi birinci? Əlidir. Hə. Uşaqlar, hansınız dedi? Özünüz qərar verin. Hansınız dedi? Ümid kim dedi? Ha? Yaxşı, gəlin bir dənə də yarışaq. Bir dənə də yarışaq. Uşaqlar, bu yarışdan sonra qalib gələni müəyyənləşdirəcəyik. Kim deyə bilər? Xüsusi bir məqsəd üçün və tapşırığı yerinə yetirmək üçün. Komisya. Sən nə dedin? Komisya. Sən də komissiya dedin. Yaxşı, bir sual da verək. Dəhşətli ağır nəticələri olan Bədbəxtlik. bədbəxtlik və müsibətə biz nə deyirik? Hacı. Hacı. Faciə, bəli, faciə cavabı idi. Bəli, faciə alqışlayırıq. Ümid sən əyləşirsən. Qızım sən qabağa gəlirsən. Ha? İndi hə qızlar yarışır. Qızlardan da qalib gələn oğlanla yarışacaq. Uşaqlar, su heyvanlarında üzdə olan tənəffüs üzünə bəli, Əsmər qalib gəlir. Əsmər alqışlayırıq uşaqlar. Deməli, üçüncü yerə Gülay çıxdı. Gülayı alqışlayırıq. Final isə Əli ilə Əsmər arasında olacaq. Kim qalib gəlsə ümumi yarışın birincisi, kim uduzsa ikincisi olacaq. Diqqət, final sualı. Müxbirin suallarına cavab verən tərəfə nə deyilir? Bir də verirəm. Müxbirin suallarına... Bəli, Əsmər qalib gəlir. Əsmər alqışlayın uşaqlar. Beləliklə, 3-cü siniflər arasında keçirilən yarışda söz boğçası yarışmasının birincisi Əsmər, alqışlar. İkincisi Əli, Əli də çox yaxşıdır, sən də gəl. Üçüncüsü isə Gülay oldu, Gülayı da alqışlayır uşaqlar. Sağ olun uşaqlar.